Deməli, Hərras teoreminin ikinci hissəsinin sonuncu dərsi olan opening variantlar, yəni açılış variantları haqqında danışacağıq. Bununla da, yəni sırf Hərras teoreminin bilməli olduğunuz, giriş eləyəndə bilməli olduğunuz məsələləri anlamış oldunuz. İndi bu dərsdə də sonuncu olaraq açılış variantları haqqında danışacağım. Bu ümumi Hərrat mövzularında əsas Patrick Neal komandası, onlarda bir dəfə bu açılış variantlarını görmüşdüm. Tutarlıdır, bəli, yanlış bir şey yoxdur ortada. Düzdür, körpü və statistiki bir model olmasa belə ideya qazandıracaq bir şeydir. Mənim özüm istifadə eləmirəm, yəni bunlara baxmıram. Patrick Neal'in ümumiyyətlə mentorluğunda hansısa riyazi körpü yoxdur. Ümumi sadəcə anlayış qazandıracaq dərslərdir ki, sırf ona baxmanıza ehtiyac yoxdur. Çünki mən ondan daha aydın başa düşəcəyiniz dildə bu kanalda çəkib yükləmişəm lazım olan dərsləri. İstər o profillər haqqında olsun, order flow haqqında olsun. Amma bunu da yenidən özümdə qeyd edirəm ki, açılış variantları yəni mənim öz əqli mülkiyyətim deyil. Əvvəl öyrətdiklərim bəli, öz əqli mülkiyyətim, danışdıqlarım hər şey ona aiddir. Sadəcə bu dərs açılış variantları bir kontekst olaraq mənim öz təcrübəm əsasında gördüyüm və yaxud da işlətdiyim bir şey deyil. Mənim bir yanaşmam deyil. Belə. Amma yenə də öyrənməlisiniz bu haqda danışaq, yəni ideya qazandırsın. Çünki Hərras teoremini bildiyiniz kimi yekunlaşdırdıq artıq. Hərras teoremini 2, burada ondan sonra order flow 2-yə keçirik. Ətraflı baxarıq orada. Deməli, açılış variantları nələrdir? Belə başa düşün ki, əvvəlki günün zonasından istifadə olunur, yəni əvvəlki günün profilindən istifadə olunur, previous day, yəni əvvəlki günün sessiyasının profilindən. Və bu günün marketin 9.30 açılışına baxılır. Deyək ki, qiymət bugünkü dəyər zonasının içində açılır. Birinci variant belədir. Əgər ki, qiymət əvvəlki günün dəyər zonasının içində açılırsa, yəni point of controldan ya yuxarıda ya aşağıda, biz məsəl üçün saatlar ərzində nə gözləyə bilərik? Ola bilər ki, qiymət yarım saat, 1 saat ərzində gəlsin ya dəyər zonasının aşağı sərhədinə, value area low-a və ya dəyər zonasının yuxarı sərhədi olan value area high-a. Burada açılışın 9.30-un dünənin dəyər zonasının içində olmağı onu göstərir ki, market həvəslidir ki, hələ də hərracı dünənki zonanın içərisində aparsın. Ona görə də ki, market belə bir anlayış olaraq ilk öncə bu dəyər zonasının içində qalır, yəni kənarlarına gedir. Məsəl üçün açılışdan sonra kənarlarına gedir, amma içində qalmağı tərcih edir. Və bu zamandakı kənarlardan ideal short imkanlarına baxmaq, yəni bir növ ehtimalı artıracaq bir şeydir. İkinci variant necədir? Qiymət əvvəlki günün dəyər zonasının kənar fade hissələrində açılır. Yəni dəyər zonası nə demişdik? Value area, yəni həcmin içində bir zonadır ki, 70%lik yer icra olmuş olsun orada. Bunun kənarları var. Yəni bunun bir növ boşluq nöqtələri var. Baxın, qiymətin orada açılmasına biz əsas, yəni ki, bu ikinci variantda baxırıq. Qiymət burada, yəni zəif bölgədə açılır. Həmin zəif bölgədən sonra nə gözlənilə bilər? Ya qiymət yuxarıya doğru davam edə çıxıb gedər, ya da ki, məsəl üçün açılandan sonra gün saat deyək 10, 11 filan belə uzun-uzun gəldi. 1 saat filan artıq dünənki dəyər zonasının içinə, POC-yə filan yaxınlaşdı. Bu andan sonra daha, məsəl üçün, qayda əvvəlki açılış yerinə meyilli olur. Çünki dünənki dəyər zonasının tam içində deyil, kənarındadır, amma yaxınındadır. Həmin o yaxınçılığa görə biraz içinə qayıda bilər hərrac, amma ki, yenə də həvəsin yuxarıda olduğuna görə içinə qayıdandan sonra çıxmağa daha meyilli olur. Və yaxud da aşağıdakı varianta baxsanız, görərsiniz ki, yenə kənarda açılıb, yaxınlığında deyə birazca dünənin dəyər zonasının içində hərrac gedir. Amma yenə də kənarında açılmağı daha az marağın olduğunu göstərir dünənə. Ona görə də daha aşağılara belə maraqlı olur. İkinci variant da belə. Keçək üçüncü varianta. Üçüncü varianta belədir ki, qiymət tamamilə dünənin dəyər zonasından kənarda açılır. Yəni, ümumiyyətlə, dünənin
bütün zonasından kənarda açılır. Nəinki dəyər zonası, ümumiyyətlə dünənin tam zonasından uzaqda açılır. Yəni buralarda yox ha, buralarda belə yox. Oradan da kənarda və yaxud da daha kənarda. Bu zaman onu göstərir ki, qiymət ümumiyyətlə dünənin hərrac bölgəsinə maraqlı deyil. O bu gün oralarda dayanmaq marağı yoxdur elə də. Ona görə daha da çox kənarlara və uzağa davam etməyə meylli olur. Və bu bir variantda belədir. Bəli, qiymət çox daha uzaqda açılıbsa, deməli daha da uzağa davam etmək istəyəcək. Və yaxud da nə olacaq? Məsələn, deyək ki, bir neçə saat belə davam elədi, sessiya axırda yuxarılarda bağlandı. Bir variant belədir. Amma ki, bu həmin variantında bir başqa cürü var. Burada nə cürdür? Qiymət çox uzaqda açılır, bəli. Amma bu zaman, yəni əvvəldə üçüncü variantda göstərdiyim kimi lap çox uzaqlaşmır. Yəni bir növ dünənin zonasına doğru yaxınlaşır. Məsələn, saat 10-a qədər buralara gəlir. Buralarda biraz daha qəbullanma tapır, çox dayanır. Bu göstərir ki, dünənin zonasına daha maraqlıdır. Burada da initiative fəaliyyət görsək, həmin dünənin dəyər zonasının içindən keçib də belə həmin hissələrdə gün bağlana bilər. Yəni bu da dördüncü variantdır. Biraz qrafik üstünlərindən baxaq. Bunlar bəs sizə nə kömək edə bilər? Sizə o kömək edə bilər ki, New York sessiyası, yəni 9:30 açılanda New York saatı ilə dünənki zonadan istifadə edərək baxasınız və sizə bir növ qiymətin nisbətən həvəsi haqqında bir şey qazandırsın, bir görünüş qazandırsınız. Biləsiniz ki, potensial olaraq bu gün əgər məsəl üçün deyək ki, içində açılıbsa, dünənin zonasının içində açılıbsa, yəni gözləyə bilərsiniz ki, dünənin zonasının kənarına gələndən sonra qayıtsın digər sərhədinə. İkinci variantda məsəl üçün fade zonasında açılıbsa, gözləmək olar ki, biraz da içinə qayıtsın və yaxud buralara qaydanda nəzərə ala bilərsiniz ki, açılışı daha meyllidir. Yəni dünənin zonasından tamamilə kənarda açılsa 9:30, bu zaman daha da çox uzaqlaşmağa meylli olar bilər. Yəni burada heç birində model yoxdur, heç birində edge yoxdur bunların. Yəni ki, hər gün şablon bunu qoyasınız ora, onu qoyasınız olar. Yəni işlər elə işləmir. Market elə deterministik olmadığını hər zaman yadınızda saxlayın. Yəni daha az həvəsli olduğunu dünənin zonasına və daha çox uzaqlaşmağa meylli olduğunu göstərir. Və yaxud da əgər kənarda açılıbsa, amma yenə də uzaqlaşmağa meylli olmadığını, dünənki zonaya qayıtmaq istədiyini göstərir ki, hansı ki burada uğursuz hərrac keçir. Yəni daha yuxarıya qəbullanmayacaq, qəbullansa daha da yuxarı gedəcək. Amma yox, burada açılıbsa dünənin zonasına yenə həvəs də göstərə bilər. Nəysə, bu opening variantlar dərsindən bu qədər. Keçək qrafiklər üstündə biraz baxaq görək nə var nə yox. Sırf sessiyalar üstündən danışaq. Deməli, indi bugün baxmayaq. Burada market tez bağlandı. Gəlin bundan əvvəlki günə baxaq. Ondan əvvəlki günə baxaq. Birinci bu günə baxmaqdan ötürü birinci ondan əvvəlki günə baxaq ki, birinci dəyər zonasını gəlin göstərək. Dəyər zonasının gəlin bu olsun yuxarı sərhədi. Bu olsun dəyər zonasının yuxarı sərhədi. Bu da olsun dəyər zonasının aşağı sərhədi. Özündən əvvəlki gün. Bu günə baxaq. Özündən əvvəlki günə necə reaksiya verib? Marketin açılış yerini birinci tapaq ki, market 9:30 harda açılıb? 9:30 harda açılır və sonra nələr baş verir? Gəlin 9:30 açılışını da burada bu xətlə göstərim. Deməli 9:30 burada açılır. Deməli dünənin dəyər zonası hara idi? Baxaq. Dünənin dəyər zonası buradır. 9:30 dünənin dəyər zonasının fade hissəsində açılır. Yəni boşluq zonasında. Bu hansı variantdır? İkinci variant. Baxın. İkinci variant. Yəni 9:30 marketin açılışı boşluq zonadadır, fade zonadadır. İkinci variantda 9:30 açılır. Və həmin andan sonra nə gözləyə bilərik potensial olaraq? Qiymət qayıtsın açılış yerinə, amma ondan əvvəl girsin bir dəfə içinə. Görək burada necə olur? Burada çox uzaqlaşır, uzaqlaşmanı qiymət. Fikir versəniz necə olur? Gözlədiyimiz kimi. Yəni dəyər zonası baxın bu hissələr idi. Yəni bu hissələr. Qiymət oranın içinə gəlir, bu hissənin mərkəzində falan, buralarda biraz zaman keçirir, amma açıldığı yerə geri qayıdır. Yəni ikinci variantda olduğu kimi. Baxın, yəni ki bu boşluqda açılıb, biraz gedib içində zaman keçirir, sonra ona geri qayıdır.
Məsəl üçün başqa bir günə baxaq. Başqa bir günə bunları silək burada. Baxın, əvvəlki günün deməli, indi bundan əvvəlki günə baxırıq. Dəyər zonası buradır. Deməli, dəyər zonası belə. İndi görürük ki, burada 9.30 harda açılır? Dünənin dəyər zonasından çox yuxarıdadır. Burada arada boşluq var, indi düzdür, oraya qədər çatmayıb, amma yenə də görürsünüz, burada nisbətən həvəs göstərib. Məsəl üçün, burada deyək ki, dünənin dəyər zonası aşağıda olduğuna görə potensial günün value area highlarından, məsəl üçün, ideal shortlar götürmək olardı. Hansı ki, daha yüksək ehtimallıdır, value area high ilə günün zonası aşağıda qalır və dünənin zonası da aşağıda olduğuna görə, yəni əvvəlki günün zonası aşağıda olduğuna görə value area high-dan daha yaxşı ideal balaca düşüş şansları verir gün boyunca. Belə baxmaq olar. Sonra deməli məsəl üçün bu günə baxaq. Buradakı günə baxaq. Özündən əvvəlki günün dəyər zonası görürük ki, dəyər zonasının yuxarı sərhədi buradır. Aşağı sərhəddəki buradır. Belə. İndi marketin açılışına baxaq ki, 9.30 burada harda açılıb. Deməli, 9.30 açılışını da bundan göstərsək. Düz burada açılır. 9.30 ilə dəyər zonasının yuxarı hissəsində açılır. Yəni, boşluq hissədə. Bir növ dəyər zonasından yuxarıda burada açılır. Burada adətən nə gözlənilir? Adətən içinə qayıtsa, gəlsin içinə. Baxın, belə bir hal. Gəlsin içinə biraz mərkəzdə dayansın, sonra daha yuxarıya açılışa doğru davam eləsin. Amma burada o hal olmur məsələn. Gözləyin. Burada o hal olmur. Sadəcə gəlir və gün yuxarıda bağlanır. Ona görə deyirəm, yəni hansısa deterministik şablon yanaşma deyil, sadəcə olaraq günə bir ideya qata bilərsiniz də, Füsun. Məsəl üçün deyək ki, buradakı bir gün. Bunu belə göstərək, dəyər zonası buradır. Dəyər zonası belədir. Deməli, 9.30 açılışına baxırıq ki, harda açılır? Deməli, 9.30. Haradasa burada açılır. Bura haradır deməli? Dəyər zonasının içidir. Dəyər zonasının içidir. Bu hansı variantdır? Yəni, 9.30-un dünənin əvvəlki gün dəyər zonasının içində açıldığı variant. Birinci variant. Baxın bu. Dəyər zonasının içində açılır, nə baş verir? Dəyər zonasının kənar sərhədinə gedir, sonra əks tərəfə qayıdır. Dəyər zonasının məsələn içində açılır, value area high-a gedir, sonra içinə qayıdır. Görək həmin gündə hansı variant olub? Dəyər zonasının yuxarı sərhədi, bax bu qırmızı ilə göstərdiyim yerdir. Gəlin burada da bir dənə atım. 9.30 aşağıki mavidir. Gəlin bunun rəngini dəyişim. Eləyim, dəyər zonasının yuxarı yaşıl eləyək. Görək, indi gün həmin yerdə nə reaksiya verir? Baxın, bu hissədə baxın. 9.30 burada açılır, açılmanı. Ondan sonra biraz qalxır. Dünənin dəyər zonasının yuxarı sərhədinə dəyir, bir qədər aşağı düşür, sonra yenə qalxır. Dünənin dəyər zonasının yuxarı sərhədinə dəyir, yenə aşağıya doğru düşür. Məsəl üçün, belə deyək ki, məsəl üçün, dünənin dəyər zonasının value area high-dan, məsəl üçün, belə imkanlar verə bilər. Yəni, dünənin dəyər zonasına maraqlıdır, onun dəyər zonasının yuxarı sərhədindən o tərəfə keçə bilmir hələ də, nisbətən daha aşağı həvəs göstərir. Və bir neçə dəfə də görürsünüz. Market neçə dəfə çalışsa da ki, dünənin dəyər zonasının üst sərhədinə keçsin, ondan sonra biraz dayanıb, qayıdıb yenə düşüb. Biraz dayanıb, çıxıb, qayıdıb yenə düşüb. Yəni, dünənin dəyər zonasına daha maraqlı olub və bir növ böyük bir hissəsini dünənin zonasının içində keçirir. Ondan əvvəlki bir gün nümunəsinə baxaq. Deyək ki, indi artıq bu günə baxırıq. Bu günə baxmaqdan ötürü ondan əvvəlki günü birinci görməliyik ki, necə olub. Ondan əvvəlki günün dəyər zonası, baxın, bu hissədir. Bunu belə ətraflı çəkim. 9.30 açılışı hardadır? Yəni, bu günə baxırıqsa, ondan əvvəlki gündən müqayisədə baxırıq, yəni deyirəm. 9.30 açılışı hardadır? Onu da tapaq. Deməli, baxın, burada.
9.30 açılışı oradadır və ora haradır? Dünənin əvvəlki günün dəyər zonasının fade olunan hissəsi, yəni günün dəyər zonasının kənarı. Nə gündən kənardadır, nə də dəyər zonasından çox uzaqdadır. Yəni ortalarda bir yerdədir. Bu kimi variantlarda ən çox nə gözlənilir? Bu hansı variantdır? İkinci variant. Biraz kənardadır, içinə biraz da daxil olur, sonra qayıdır, özünü götürmək istəyir. Amma burada görürsünüz, 9.30 burada açılsa da, dəqiqə, 9.30 burada açılsa da, amma ki, çox da belə necə deyim, belə bir şey eləmir. Məsələn, nə gözləyərdik? Gələrdi dəyər zonasına, qayıdar, gələrdi bura, amma görürsünüz, burada bu baş vermir. Elə bunun içindəcə qalır, ondan sonra da daha aşağı qiymətlərə doğru gedir. Bu da eyni zamanda burada məsələn lonqa girənləri bu yanaşma ilə tələyə salardı. Yəni bu yanaşma hansısa bir şey deyil, necə deyim? Bu sadəcə oxumaq kimi bir ideya verir ki, yəni necə yanaşa bilərsiniz, necə oxuya bilərsiniz? Yəni ki, marketi ideya qatsın sizə. Məsələn, ondan əvvəlki günə baxsaq, dəyər zonası bu hissədə qalır. Buranı da belə çəkim. 9.30 açılışına baxsaq, o da hardadır? Baxın bu hissədə. .30 açılışı o hissə. Deməli 9.30 harda açılıb? Dünənin dəyər zonasının içində nə gözləyərik? Bu hansı variantdır? Birinci variant. Dəyər zonasının içində açılır, value area high-a gedir, əksinə qayıdır və yaxud da value area low-a gedib əksinə qayıdır buradakı nümunələrdə. Buraya baxsaq nə baş verir? Yəni içində açılır. Amma value area high-dan qayıtmır. Value area high bax burada, biraz daha böyüdüm. Burada value area high bax bu qırmızının yuxarıda bitdiyi yerdir. Yəni burada value area burada bitdiyi yerdir. Amma görürsünüz ki, ondan da birazca yuxarıya atır, amma yenə də bu hissəyə qayıtmağa meyilli olur. Tam value area high-dan qayıtmır, amma yenə də bir neçə dəfə, yəni ki, güc göstərir ki, içinə qayıtsın. Yəni dünənin dəyər zonasının içində açılıb market. Dünənin dəyər zonasına maraqlı olduğunun göstərgəsidir. Ona görə də ki, hər dəfəsində bundan uzaqlaşdıqca geri qayıtmağa daha həvəsli olur. Bəs mən bunu əvvəlcədən öyrətdiyim şeylərlə də birləşdirəndə bir ideya çıxarda bilərsiniz artıq siz. Məsələn, VWAP-ı açsaq, VWAP xəttini görərsiniz ki, dünənin dəyər zonasının yuxarı sərhədi hansı hissə idi? Baxın bura. Ora deməli dünənin dəyər zonasının yuxarı hissəsi idi. Bugün isə baxırıq ki, market dünənin dəyər zonasının içində açılır. Onun yuxarı hissəsinə keçir, VWAP-dan, yəni qiymətin olması gərəkən ədalətli yerdən uzaqlaşır, amma qayıdır ora. Sonra yenidən 20 sessiyası boyunca qiymət oradan uzaqlaşır, birinci standart deviation kənarına çıxır, amma orada yenə qəbullanma tapa bilmədiyinə görə dünənin dəyər zonasına qayıdır. Məsələn, VWAP-la buna bir yerdə baxanda bir anlam qata bilər. Yəni ki, bunlar yenə də deyirəm, mən şablon nəsə burada şey eləmirəm. Sadəcə burada öyrətmə məqsədlidir ki, sizdə ideya yaransın. Hərras teoremi barəsində və s. bu barədə ideya yaransın sizdə. Deməli, sonra bir daha da videonun uzunluğuna fikir verin. Sonra 19 dəqiqə. Bircə dənə də gün üstündən izah keçim, sonra yekunlaşdıraq. İndi deyək ki, bu günə baxmaq istəyirik, buradakı günə baxmaq istəyirik. Buna baxmaqdan ötürü ondan əvvəlki günə baxmaq lazımdır. Ondan əvvəlki günə gedək. Ondan əvvəlki günün deməli dəyər zonası, baxın bu yuxarı sərhəd, bura isə aşağı sərhədidir. Bir növ buradır. Marketin açılışına baxsaq ki, market harda açılır? 9.30. Marketin açılışı elə dünənin dəyər zonasının tam içlərindədir. Buralardadır. Deməli, burada nə baş verir? Dünənin dəyər zonasının içində açılır, nə gözləmək olar ən çox? Value area high-a gəlsin, yuxarı qayıtsın və yaxud da value area low-a gəlib aşağı qayıtsın. Yəni, çünki içinə daha maraqlı olur. Yəni, birinci, bu buralardan belə yuxarı qayıtsın, gəlsin buralardan aşağı qayıtsın. Və gördüyünüz kimi gün boyunca da bu olur. Qiymət
dəyər zonasının, yəni içində açılır. Dəyər zonasının içində açılıb burada 930. Ondan sonra biz nə gözləyirik? Ya gəlsin dəyər zonasının yuxarısından yenidən aşağıya qayıtsın və yaxud da gəlsin dəyər zonasının aşağısından qayıtsın içinə. Və burada gördüyünüz birinci nə edir? Gəlir dəyər zonasının aşağı sərhədinə. Baxın, bu qırmızı əvvəlki günün dəyər zonasının aşağı sərhədidir. Bunun altından keçir, amma altında qiymət qəbullanmış hər rast tapa bilmir. Ona görə də məcbur gəlir, burada biraz dayanır. Bundan sonra məsələn burada long imkanları ola bilərdi. Siz də dünənin dəyər zonalarına toxunduqca və belə dünənin dəyər zonasının aşağı sərhədlərindən buralara balaca long imkanları götürəsiniz. Hara qədər ki, məsəl üçün volume weight average price, yəni VWAP xəttinə qədər VWAP adı edər. VWAP yəni ki, bir növ qiymətin olması gərəkən ədalətli zona barədə ideya yaradır. Yəni həcm ağırlıqlı ortalama qiymətdir. Və bu da bu kənarda bunun gördüyünüz xəttlər isə VWAP-ın birinci standart deviation-ıdır. Əsas ortadakı xətt isə VWAP-ın özüdür bir növ. Yəni dünənin dəyər zonasının görürsüz yanından dəyər zonasının aşağı sərhədindən burada saat, məsəl üçün bu saatlardan sonra da hətta görürsünüz ki, bir neçə dəfə onun altına keçir, amma heç birində altında qəbullanma tapmadığına görə burada və burada hər dəfəsində günün sonuna qədər daha yuxarı, yəni dünənin dəyər zonasının içinə doğru özünü atmağa çalışır. Nə bilim, ümid edirəm ki, bir ideya qatdı bu dərs. Yəni opening açılış variantları ilə dünənki günü baxsanız nə kimi bir şey ortaya çıxarda bilərsiniz, nə kimi bir düşüncə ortaya çıxarda bilərsiniz. Məsəl üçün qiymət burada açılsa, bu fade zonası, fade openinglər bunlardır. Yəni qiymətin bir növ bu boşluq hissələrdə açılması. Baxın, bu qara görünən vəri, yəni dəyər zonasının kənarlarında. Burada açılanda dedik ki, necə olacaq? ehtimal var ki, gəlsin birinci içinə, amma ondan sonra açıldığı yerə qayıtmağa daha meyilli olur. Çünki dünənin dəyər zonası artıq ora qədər şey olmayıb da, getməyib. İçində açılsa nə ola bilər? İçində açılsa kənarlara gəlib, ondan sonra digər sərhədinə doğru getməyə meyilli ola bilər. Sonra xaricində açılsa isə davam ediciliyə meyilli olar və yaxud da birbaşa güllə kimi dünənin zonasını yeməyə meyilli olar. Dünənin hərraj zonasını. Məsələn, bizədən də günə baxaq da sonra yekunlaşdıraq. Deyək ki, burada bir dənə bu gün zonası var. Özündən sonraki gündə həmin oraya baxaraq nə qərar vermək olar deməli. Marketin açılışına fikir verək. Marketin açılışına 9.30 harda açılır? Deməli, zonanın içində açılır. Burada nə gözlənilərdir? Zonanın içində açılıbsa, gəlsin kənarlara, yəni gəlsin ya value area high-a aşağı düşsün və yaxud da value area low-a gəlib də yuxarı qalxsın. Burada nə olur? Value area low-a gəlir, birazcık özünü yuxarı atır, amma çox saxlamadan aşağı qazlayır. Amma görürsünüz ki, aşağıya keçəndən sonra aşağılarda qəbullanma tapa bilmədiyinə görə yenidən dünənin dəyər zonasına doğru üz tutur. Yenidən, məsəl üçün, buralardakı qalxışlara fikir versəz, həm VWAP-a doğru üz tutur, həm də ki, dünənin dəyər zonasının aşağı sərhədinə qədər. Bunların ikisinin də üst-üstə düşməsi confluence-dır, yəni bir növ fərqli bir confluence. Daha yaxşı bir, məsələn, ideya qata bilər ki, bu hissələrdən real longlar, məsəl üçün, nə götürürsünüzsə götürün, bunlardakı longlar daha yüksək ehtimallıdır. Nəysə, indi xeyli şey üstündə danışdıq. Bu opening variantları, yəni bu sonuncu hərraj teoreminin uzun dərsi idi əslində. Get-gedə həqiqətən deyirəm, bu sırf public mövzularda həvəsim ciddi mənada düşür. Yəni davam etdirmək əslində bir növ rahat və asan deyil. Təsəvvür edin, bugün deməli canlı açmışdım publicdə, Telegramda 940 nəfərə yaxın adam var orada. 30 nəfər filan canlıda adam var idi. 30 nəfərin də içində fikir verdim ki, uzağı 3-4 nəfər mentorluqda olmayanlar idi. Qalan, yəni ki, o böyük bir hissə, orada mənə qulaq asanlar, orada publicdən üçün canlı açmışam. Orada qulaq asanlar və də mənə sırf mentorluğa qoşulmuşlardı ki, həmçinin orada mənə qulaq asırlar, suallar verirlər, danışırlar. Yəni 900
40 nəfərdən, yəni heç olmasa bir 10 nəfər, 20 nəfər publikdən, yəni hər kəsə açıq olan kanaldan qoşulub da mənimlə yəni nə danışmırlar, nə sual vermirlər. Maraqlı deyil ki, mən orada canlı açmışam. Hətta 2-3 saat canlıda olduq. Yenə də o saya çata bilmədi ki, qulaq asanların hamısı mentorluq üzvləri idi. Və mən düşünürəm ki, elə bu videolara baxanlar da ki, publik üçün çəkdiyim əksəriyyəti elə mentorluq üzvləri olur. O cəhətdən də ki, yəni sırf publikə dərs çəkmək həvəsim bir qədər. Həvəsim bir qədər get-gedə düşür. Yəni inanın ki, söz deyirəm sizə, mən burada öyrətdiklərimin 1%-ni belə bilməyən qoduqlar bunun oradan-buradan birazca çapbalayıb da sizə çox baha qiymətlərə, yəni necə deyim, bir də görəcəksiniz qlobalda birini 5.000-ə, 6.000-ə satırlar. Birini nə bilim, ola bilər buralardan biri tutsun çıxarsın birini 1000 dollara, 800 dollara, 700 dollara, nə bilim. Görəcəksiniz ki, bunlarla qarşılaşırsınız gələcəkdə. Yəni bu dərslər burada qalar yəqin ki, amma yəni onu deyim ki, çox şeylə qarşılaşacaq insanlar. Mən budur deyəndə mənə qulaq asmırdılar. Mən deyəndə ki, Overflow-a yönəlin mənə qulaq asmırdılar. Gedib o qoduq müəllimlərini izləyirdilər, onlara şey olurdular, dəstək olurdular. Onları minib çapan insanlara dəstək olurdular. Bəs indi sonra nə oldu? Onlar da yavaş-yavaş tıpış-tıpış mən deyənlərə gəlməyə başladılar. Onların müəllimləri, onların necə deyim, onları öyrədənlər tıpış-tıpış da gələcəklər, amma məsələ burasındadır ki, bizim qədrimiz bilinmədi o qədər çox da. Yenə də mən o eyni şeyi deyəndə mənə qulaq asmayan, o başqası mənim bildiyimin 1%-ni belə bilməyən onu deyəndə ona qulaq asar oldular. Yəni fakt burasındadır ki, Overflow olsun, istər necə deyim, bu gerçək marketing finansları olsun, bunları ilk bu sahəyə gətirən bizlərik, bizim community-yik. Biz Overflow-la trade edəndə, Overflow-un adını eşidəndə elə bilirdilər ki, trend deyirik. Heç nə Overflow-un adını ilk dəfə bizdən eşidiblər. Deyək ki, kimsə sizə Patrick Lin kursundan öyrədib də sizə öyrədirəm. Yəni həqiqətən deyirəm, Patrick Lin kursunda körpü yoxdur, ec yoxdur. Hamısı üzdən təməl yeni başlayan üçün olan şeylərdir. Mən burada öyrətdiklərim sizə ondan 1000 qat daha çox şey var. Patrick Lin adını belə məndən eşidiblər. Mən özüm sizə onu məsləhət görəndə Andrea Cim'nin qrupları olsun, onların şey olsun, təməl üçün yaxşıdır, yenə deyirəm, ec üçün yox. Mən deyirdim ki, məsələn, qlobalda bu insanlara da baxa bilərsiniz. Onun özünü belə fakt bilirəm ki, məndən eşidiblər. Volume Profile adını məndən eşidənlər sonra gəlib bəyənmirlər ki, Nihat səhv öyrədir. O birisi düz öyrədir. Bu da ki, get-gedə, yəni həqiqətən böyük bir demotivasiya olur. Böyük bir şey olur ki, insan belə əlini çəksin, nə günləri varsa görsünlər. Amma yenə də fakt burasındadır ki, biz dayanırıq, biz dururuq. Bu qədər şeydən sonra, yəni bilirsiniz necədir? Düzgün insanlar yaratmağa çalışmaq çətindir. Hamınız bilirsiniz ki, mənim əlimdə 2x2-dir ki, daha çox kütləyə çatım. Necə? Onların dediklərini təsdiqləyərək, nə bilim, MetaTrader screenshotları paylaşaraq, belə demo hesablarda zətdə belə bir gün 500.000, bir gün 50.000, yəni bunları eləyərək, bunları bilirsiniz ki, siz inanmazsınız da, bir gündə 50K-lıq PNL-ə. Amma başqaları şey olar ki, özdə MetaTrader-də, Forex-də, nə bilim şeydə, bunlar belə vizual görüntü yaradar, saxta görüntü yaradar ki, bu şey edir. Amma faktı onu mən özüm belə cəhd edəsəm, MetaTrader-da zətdə, indi ki, burada futures elədiyimi orada edə bilmərəm. Bilirəm ki, statistik olaraq qazancı olmağımın qarşısını kəsəcək. Siz düşünürsünüz, məndə mentorluqda elə üzvlər var ki, qazanırlar fakt, amma fon, istifadə edədikləri fon, məsələn, FundingTix, onların qazancını silir. Təzə qayda gətirdilər ki, bir dəqiqədən az olunmuş qazanclar silinəcək. Təsəvvür edin, itkiyi silmir, amma onların qazancını silir. Fakt, mən bu adam bilirəm, canavar kimidir, qazanır. 1500 profitə çatır, silinir. 500, bir gündə 500-600 profiti var, silinir.
Yəni bunların qabağında mən onu görürəm ki, hətta qazanclı olmaq belə o demək deyil ki, olduğunuz mühitdə trade elədiyiniz platformada qazanasınız. Adi bir fon belə bir qazanclı traderin qarşısını nə qədər alır? Bir qazanan içi potensial dolu olan birinin qarşısını nə qədər alır? Yəni ki, qazanclı olmaq o demək deyil ki, MetaTrader-də trade eləsən qazanacaqsan, Futures'da trade eləsən qazanacaqsan. Xeyr. MetaTrader filan onlar yeni başlayan çaylaqlar üçündür. Bir növ yəni elə bir platformadır ki, itirmə ehtimalınızı artıran, arxa fonda limitləyici algoritmlər olan, suni silipajlar, gec dolmalar, genişləyən splitlər, say bitməz. Yəni bunlar o qədər şey işləyir ki, şüurunuzun altına heç gözünüz görə elə bilirsiniz ki, sizin səhviniz oldu. Amma riyazi olaraq scalp eləməyin qarşısını alır. Necəsə icazə vermir, yaxşı əməliyyat götürəsən, konkret bir datası yoxdur, qiymət tamamilə fərqlidir. Məsələn, Enki-nin qiyməti futures marketdə fərqlidir, amma orada fərqli bir yerə atdı. Adı olsun ki, hə, orada likvidlik yoxdur. Sən hansı likvidlikdən danışırsan? Sən düzgün bir likvidlikmi provide edirsən ki, onlarla danışasan? Yəni belə çox şey saymaq olar ki, onların istədiyi yeni başlayan traderdir. Yeni başlayan trader isə onlar üçün qızıldır. Yeni başlayan trader üçün isə mən bir kabusam. Yeni başlayan bir trader Nihata qulaq asanda pis hiss edir. Çünki istəmir ki, Nihatın dediyi kimi olsun bu sahə. İstəyir ki, onların göstərdiyi kimi o görünsün. Onların göstərdiyi kimi milyonlar və sadə qrafiklər, sadə xəttlər istəyir ki, onlar kimi görünsün. Onlara daha çox həzz verir, daha çox şey elətdirir. Amma Nihata qulaq asmaq bir növ cəsarət tələb edir. Bir növ cəsarət tələb edir və mən onu bugünkü canlıda gördüm ki, bəli, yəni mən yanılmıram. 34-35 nəfər orada mənə qulaq asan varsa, onun ikisi, üçücə mentorluqda olmayandı və mən bilirəm ki, onlar da əslində yəni mənə yazıblar ki, mentorluğa qoşulmaq istəyirəm, yaxında qoşulacağam. Qalan hamısı da mentorluq üzvüdür. Yəni mən canlıya hər kəsə açıq canlı açmışam. Kim istəsə qoşula, sual verə bilər, söhbət aparırıq və sadəcə mentorluq üzvləri qoşulub. Baxın, yəni ki, belədir ki, public şeyləri davam etdirmək çətindir. Publicə baxın, buradan bunu öyrənənlər məndən gəlib baxmayacaqsınız. Mənim çəkdiyimin 1%-ni belə çəkməyən xiyarlara gedib minlərlə baxacaqlar. Yəni mənim burada öyrətdiyim optimum variantlar var. Adi mən absorption exhaustion dərsi çəkdim də. Mənim çəkdiyim dərs bir başqa xiyarın çəkdiyi dərs qədər şey olmadı. Halbuki mən onun barəsində hamıdan da çox təcrübəm var. Cumulative Volume Delta mən istifadə edəndə onlar hələ qrafikdə kubik axtarırdılar. Amma ki, yəni işlər elə işləmir. Yəni ki, bizim yadınızda saxlayın ki, hər zaman şeyləri bir qaldırıb da onlara qibdə edirlər. Onları minənləri qaldırıb da onlara qibdə edirlər. Təəssüf ki. Hə, nəysə, yəni belə növbəti Order Flow seriyasında görüşərik.